ildən indiyədək Zəfər Muzeyinin fondlarının komplektləşdirilməsi məqsədi ilə İstiqlal Muzeyində toplanan eksponatların sayı 9644-ə çatıb. Bunlar 600-ə yaxın şəhidin şəxsi əşyalarıdır. Əşyalar iki istiqamətdə şəhid ailələrinin müraciəti və muzey əməkdaşlarının səyi nəticəsində toplanıb. Lənkəranda, Astarada və Tovuzda, Gəncədə şəhid ailələrinin birbaşa ünsiyyətə girib onların razılığının əldə olunması ilə həmin əşyalar toplanır. İlkin toplama zamanı biz qeyd edirik yanvar ayı 2021-ci ildə biz təxminən 2500-3000 civarında toplamanı gördük və mərhələli şəkildə və mütəmadi olaraq hər həftə beləcə əşyanın artımını biz tendensiyanı müşahidə edirik. Bu müddət ərzində şəhidlərimizin tanıdılması məqsədi ilə İstiqlal Muzeyi də öz fondu üçün eksponatlar toplayıb. Onların sayı isə 1000-ə yaxındır. Hər iki muzey üçün yığılan əşyalar içərisində yalnız 44 günlük deyil, həm də 1-ci Qarabağ müharibəsi və atəşkəs dövründə şəhid olanların da şəxsi əşyaları var. Son bir ayda muzeyə 100-dən çox eksponat daxil olub. Bu eksponatlar isə fotolar, hərbi geyimlər, sənədlər olmaqla Mingəçevirdə yaşayan şəhid ailələri tərəfindən təhvil verilib. Muzeyin direktoru deyir ki, eksponatları təhvil alarkən xüsusi meyarlar tələb olunmur. Zəfər Muzeyinə toplanılan əşyalar əsasən şəhidlərin şəxsi əşyalarıdır. Bundan əlavə, belə deyək də, şəhidlərin döyüş meydanı, döyüş zamanı qəlpə izi almış pul əskinaslarıdır, sənədləri var. Şəhid olan zaman üzərindən çıxan əşyalar var. Şəhid olan zaman üzərindən çıxan Azərbaycan Respublikasının 3 rəngli bayrağı var və mütəmadi olaraq bu istiqamətdə toplanma işləri gedir. Zəfər Muzeyinə materialların toplanması məqsədi ilə şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə görüşlər təşkil olunaraq layihələr həyata keçirilir. Aydan Əliyeva, Emin Tağıyev, Çinarə Vaqif, Telesəhər.